Cümhuriyyət bunların tarixdəki yeri üçün qorxulu yuxu kimi bir şeydir. Bunlar cümhuriyyətdən qorxurlar. Cümhuriyyətdə kifayət qədər təmiz adamlar işləyirdi. Ölkəni korrupsiya və kleptokratiya bataqlığına gətirib çıxartmış İlham Əliyev üçün əlbəttə Nəsib bəy Yusufbəyli kifayət qədər arzu olunmaz adamdır. Çünki o ölkənin baş naziri idi. Əmək haqqı, onun uşaqlarının ehtiyaclarını görmürdü və atasından xahiş edirdi ki, filan yerdə olan bağımızı sat, göndər uşaqların ehtiyaclarını ödəyək. Bu cümhuriyyət idi. Bunlar Beytülmala göz bəbəyi kimi baxırdılar. Bunların hədəfi korrupsiya, rüşvət, oğurluq deyil, millətin haqqı və hüququ idi. Bunlar dağınıq ərazilərdən vətən yaradan adamlar idi. Bunlar dağınıq toplumdan millət formalaşdıran adamlar idi. Yəni bunlar böyük ideyalarla məşğul olurdular. Bir dəfə Şirməmməd müəllim çox yaxşı bir fikir işlətdi. Bu Heydər Əliyevin yeni dövlət qurması ilə bağlı. Şirməmməd müəllim dedi ki, Heydər Əliyev dövlət qurmayıb, hökumət qurub, dövləti Rəsulzadə qurub. Çox sərrast, dəqiq bir ifadə idi və mən əminliklə sizə deyim ki, bugün o cümhuriyyət rəhbərlərin dövrü bilmədən, proseslərin gedişini bilmədən, cərəyan edən hadisələrin mahiyyətini bilmədən, cümhuriyyət liderlərin vətənə xəyanətdə ittiham edənlər Azərbaycan torpaqları işğal altında olanda ölkənin müdafiə xərclərinin ofşor hesablara göndəriblər. Ölkənin torpaqları işğal altında olanda ölkənin müdafiə xərclərini oğurlamaq vətənə ən böyük xəyanətdir. Bunu etmiş adamlar bütün varidatın, bütün qazancın, bütün əmlakın cümhuriyyət yolunda sərf edib, canını da fəda edən adamları vətənə xəyanətdə ittiham edir. Bu, olsa tarixin istehzasıdır, tarixin ironiyasıdır. Və əminliklə sizə deyim ki, baxmayaraq ki, konstitusiya üzrə vərəsəlik gedir, o, Azərbaycan Xalq Cümhuriyyətindən İlham Əliyevin bugün rəhbərlik etdiyi Azərbaycan Cümhuriyyətində heç bir milli və mənəvi bağlılıq yoxdur. Bunlar tamam ayrı-ayrı hakimiyyətlərdir.